Allah rahmet eylesin. Hürmetli Hacı, Abdül merhamet teşekkür ederim. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları, hürmetli bugün burada iştirak eden qonaqlar. Biz yine güzel mekandayıq, cennet mekandayıq. Ülkemizin xilaskarları olan şehitler xiyabanındayıq. Allah Teala bütün şehitlerimize rahmet eylesin. Amin. Allah bütün şehitlerimizin yerini cennet eylesin. Amin. Allah rahmet eylesin. Allah her birinden razı olsun. Bu günleri, bu da bir kısmettir. Bu da bir şerafettir. Bu da bir Allah'ın kısmetidir. Hiç kim buna ne mektup yazmayayım, ne silgilen bilemeyip. Bunu Allah Teala tarafından bu kısmetler bize olur. Günahlarımız var. Bu günleri Ramazanımızın akındı. Her birimizin hürmetçisi olan, oğlu da bütün Karabağ dövüşlerinde, bütün torpaqlarımızın alınmasında evvelden ahara kadar iştirak eden hürmetli Azim Ahmet buradadır. Vidadının kardeşleri, anaları, ataları buradadır. Bütün şehit ataları buradadır. Karşımızda Şamaxırovun Ağsaqqalı buradadır. Her birine teşekkür ederim. İlk söz hürmetli Kubat, bir neçə kəlmə. Hem atal sen hem de kardeşten buyur. Allah köməyiniz olsun, hamımız yığışmışsınız burada. Çok sağ olun, Allah size can sağlığı versin, əziyyət çəkib gəlmişsiniz. Ben de ne diyeyim size, bütün şehitlere Allah rahmet eylesin. Sağ ol, çok sağ olun. Teşekkür ederim.
Hörmətli bacımız, yaxın gəl görüm sənə söz verəcəyim. Mətanət xanım. Buyur. Hem anasın hem emsay yoldaş hem de belə. Her tərəflisən. Buyur. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə, söz verdiyinizə görə, hər bir gələnlərin hamısına hörmətlə yanaşıram. Bizlərlə fikirlərinə hamısına minnətdarlığımı bildirirəm ki, bugünkü gündə bizi təşkil edib, anım gününə gəliblər. Allah hamımıza can sağlığı versin, gedənlərimizə Allah rəhmət eləsin, yerləri, məkanları cənnət olsun inşallah. Çox sağ olun, Allah razı olsun sözünüzü. Çox sağ ol, təşəkkür edirəm. Şəhid atası, hörmətli Rıza müəllim, buyur. Allah kardeşimize rahmet eylesin. Şəhidin köhnəsi təzəsi olmuş. Peyğəmbərimizin vaxtından ilk şəhiddən axırıncı şəhidimizə qədər bərabərdir. Şəhidlər cənnətlə müjdələrdir. Qardaşımın baxdığım şəklindən görünür ki, 94-cü il 11-də ümumiyyətlə Horadiz Füzuli əməliyyatı vaxtı Azərbaycan Füzuli rayonunun 20-dən artıq kəndi azad olundu. Demək, Azərbaycan torpaqlarının azad olmasında bu şəhid qardaşımızın da böyük rolu var. Allah bütün şəhidlərə rəhmət eləsin. Bir də sizə səbir diləyirəm. Təşəkkür edirəm. Sabır diləyirəm ailələrinə, yaxınlarına. Allah bütün şəhidlərimizə ruhunu şad eləsin. İstəyir 92-ci il, istəyir 2020, istəyir 200 il ərzində bizim şəhidlərimiz olub, şəhidlərin köhnəsi təzəsi olmur. Onlar bizim azadlığımız uğrunda canlarından keçirlər, düşünmədən biz onlarla qürur duyuruq, fəxr edirik. Mən özüm də 1-ci Qarabağ döyüşçüsü olmuşam. Şəhidimizin atası, mən Sabirin atasıyam, xüsusi təyinatlı qüvvələri gizdirir. Zöhrab balamızın atası Sübhan Sayışdırla xahiş edirəm. Şəhidlərimizin ümumiyyətlə 2020-də şəhid olan şəhidlərimizin bir 70%-i 1-ci Qarabağ iştirakçıların, balalarıdır. Biz müharibə gördük, amma gəldik balalarımızı da qisas hissi ilə böyütdük. Mən özüm müəllim işləyirəm, 26 ildir. Müharibədən qayıdandan sonra böyle burada ziyalılarımız var, hoş gəliblər hamısı. Bilirsiniz ki, dövlət xalq qəhrəmanları ilə tanınır, amma ziyalılarımız da olmalıdır ki, cəmiyyəti, insanları formalaşdırmağa ziyalılarımız olmalıdır. Biz böyük işlər gördük, 16 əsər yazdıq, ümumi bəşəri haqqa çağırmağa. Ümumiyyətlə insanın yazdığı Qurana cavab verməlidir. Biz sözlər Qurandan, amma əsər yazdıq. Yəni dünya səviyyəli hamısının əsərlərin nota işlədik. Bunu kağız üzərində qaldı. Yəni dəstəyimiz olmadı ki, biz onu işıqlandıraq. Qıraqdan da bizə dedilər ki, məqamı döyür, vaxtı döyür. Yəni sizə terror eləyə bilərlər. Yəni biz biraz ehtiyat elədik, amma məqam yetişib, amma bizim o qardaşlarımızın əksəriyyəti dünyasını dəyişdi. Demək olar ki, elə bir mən qalmışam, 3 nəfər idi bu işləri görənlərdən. Qəm təbliğ yenə döyür ürəyim, tamam təsvir, bir sərcidir bu aləm. Allah eşq istəyidir diləyim, istirablar səpkisidir bu aləm. Düşündürür, daşındırır hər ana, rəmzi pak olur, yetiş der məqama. Kainatı tənzimləyir mizana, qovur yorur, yorulmayır bu aləm, Allah xofu təməlidir bu aləm. Tarix deyir həm Adəmdən, həm Nuhdan, misal çəkir Talut ilə Calutdan. Musa ilə Allah özü şəhət edir, qaranı qapçılara qərb edir, çoxlarını rüsva edir, tar edir. Əziyəm dil gözdən, hikmət doğar dil gözdən, Allah eşqedin eşqedir, həbs eləyər dil gözdən. Amma bu əsərlər yazılır, qiyamət aid yazılır, onları tərcümə eləmək lazım edir dünya dillərinə ki, biz gedib o əsərləri təbliğ eləyəndə insanlar onu başa düşməliydi, anlamalıydı. Təəssüf ki, qaldı kağız üzərində 16 əsərimiz. Mən qürur duyuram ki, belə bir böyük işlər görmüşük, qəhrəmanlar yetişdirmişik. Allah hər birinizdən razı olsun. Çox danışmaq olar şəhidlərimiz haqqında. Allah onlardan razı olsun ki, xalqımızın üzünü ağ eləyirlər. 92-ci ildə bizim silah çatışmamazlığı ucbatından, biraz vətənpərvərlik,
zəif olmasının ucbatından, məsələn, evlərdə Sovet bayrağı asırdı divarlara cəmaatımız. Amma 2020-də bizim balalarımız 92-ci ildə 200 illərlə şəhid olan şəhidlərimizin qisasını aldılar. Onların haqqın qaytardılar özlərinə. Heç yad olunmurdu 92-ci il şəhidləri. Bəzən 20 yanvar hadisəsindən sonra 20 yanvar günü gəlirdi, cəmaat ziyarət edirdi, az gəlirdi. Amma 2020-dən sonra mütəmadi olaraq istəyir 92-ci il şəhidi, istəyir aktiv şəhidlərimiz, istəyir 2020, bu 30 il ərzində şəhidlərimizin valideynləri gəlib balaların, qardaşların, yaxınların ziyarət edirlər. Allah səbr versin yaxınlarına, şəhidlərimizin, valideynlərə. Önləri bura gələn insanlardan Allah razı olsun. Evlad itkisi çox ağır itkidir. Mən heç kimi arzu eləmirəm ki, evladla Allah sınava çəksin. Hər biriniz qalan balalarınızın xeyrin görəsiniz, içinizi qarışıb. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Önləri belə bir bizim şəhidimizin valideynlərini tək qoymadınız, gəldiniz. Allah razı olsun hər birinizdən. Təşəkkür edirəm. Çox sağ olun. Allah kömək olsun. Çok sağ olun, Allah hamdına razı olsun. Bu günləri ümumiyyətlə şəhidi ziyarət edilməyə ən böyük savabları verilir. Çünki onlar bizim qeyrətlərimizdir. Yaş sas fərqlidirlər. Ceyhun müəllim də vurğuladı. O vaxtki dövrdə, o vaxt döyüşən oğlanlara, bilati kimi döyüşən qardaşların sayəsində torpağımızın o qədərini qoruya bildik. Yəni 20% getdi. Milyonlarla qaçqınlar gəldi ölkəmizin digər məkanlarına. O vaxtda döyüş üçün çox döyüşlər görüldü. Hərə öz mövqeyində getdilər, döyüşdülər, canından keçdilər. Kimə şəhidlik nəsib oldu, kimə olmadı, kimlər isə qazi oldu. Bunu bütün Azərbaycan dövlətində yaşayan bütün xalqlar, çünki bu Azərbaycanda yaşayan bütün xalqlar Azərbaycan vətəndaşlarıdır. Onların hamısının Vidadi kimi olanlara borcu var. Nəyə görə Vidadi edirəm? Bu günləri onların gününə yetişmişik. Allah yerini cənnət eləsin. Amin. Tədricən inkişaf mərhələsində bu 30 il ərzində Azərbaycan ordusu öz-özünü aldı. 92-ci ilin ümumən 200 illərdən üzü bəri olan şəhidlərimizin qisasını aldı, bizə zəfər qazandırdı. Bu dövrdə biz zəfər qazandıq. Nəyə görə? Çünki bir olduq. Bir olan yumruq həmişə güclü olur. Bizim Azərbaycanın biri olmasını həmişə arzulayıram. O vaxtda da arzulamışam ki, birlik olsun. Bunu hamı arzulayır. Amma elə adamda əməl eləmir. Əməl eləmək lazımdır. Nətər 2020-ci ildə prezidentin yanında oldu. Hamı Qarabağa, qasa-qasa, xahiş eləyirə getsə, 92 kimi yox, 92 kimi orada qaçırdılar yarısı. Qarabağa qaçmaq istəyirlər, hamı orada gedib döyüşmək istəyirlər. Bu birlik bərabərliyi Allah bizə nəsib elədi. Biz torpaqlarımızı aldıq. Ən əsas olur ki, 100 illərlə zəfər qazanmayan bu torpağa bizim şəhidlərimiz zəfər qazandırdı. Bunu heç vaxt unutmaq olmaz. Şəhidlərimizə, hətta şəhid valideynlər özləri də borcludur. Niyə görə? Çünki onlar bizi tədbirlərdə mikrofon verirlər. Bir yerə götürüb önə çəkirlər. Bu bizim qazancımız, düz əziyyətdir. Hamı şəhid bala itirmişik, çox ağırdır. Bunu hamı başa düşməz. Kim bala itiribsə başa düşməz ki, çox ağır işdir. Amma bir o qədər qürurdur ki, bütün Azərbaycanın qeyrətin namusunu bizim balalarımız çəkib. Bizim döyüşən oğlanlarımız, qazilərimiz çəkib. Nəinki 10 milyon xalq sevindi, 50 milyon dünyada Azərbaycanlı var, 50 milyon artıq. Onların hamısı sevindi ki, bizim torpağın oğlanları yetişdi, zəfər qazandı. Yəni biz də qalıb gələ bilərik, sözün bütün dünyaya öz sözünü dedi. Əlbəttə bu işdə Ali Baş Komandanın öz əməyi var. Balalarımız qanı ilə, canı ilə döyüşdü. O da öz siyasəti ilə, xarici ölkə ilə, içindəki düşmənlərlə döyüşə-döyüşə bizə zəfər qazandırdı. 92-ci ildə o qədər şəhid vermişdi, indikindən qat-qat çox şəhid verdi. Torpağımızın da 20% getdi. İndi şəhidimiz az, amma torpağımızı da aldıq. Hər bir şəhiddən ötürü, hər bir baladan ötürü neçə dənə evlər yandı deyək, külə döndü. Evlərlər var, bir dənə evladı var idi, 2 evladı var idi, ev var idi, 2 dənə şəhidi birdən verdi. Yəni bunların hamısının axırı zəfər olduğuna görə hamı sevinir. Hətta şəhid valideyni 2 bala verən valideynlər də sevinir ki, zəfər qazandıq. Allah Vidadi bala qardaşımıza yerini cənnət eləsin, bütün şəhidlərimizdən. Bu şəhidlərin qanını, canı bahsına alınan torpaqlarını bir qarşı geçsə, onda şəhidlər ölür. Onlar unudulsa, onda ölürlər.
Biz de döyüşmüşük. Bizim de döyüş qardaşlarımız var. Burada mənim 2-3 dənə döyüş yoldaşım şəhiddir. Bunların hamısının əsas məqsədi biz odur ki, bunlar unudulmasın. Daima bizə prezident başladığı kimi tutur şəhidlərimizi. Biz də elə tutuq. Bir bərabəri yoxsa bizə heç bir ölkə bata bilməz. Allah ordumuzu qorusun, ordumuzu qorusun. Allah sizlərdən razı olsun. Müdadı qardaşına yeri cənnət olsun. Çox sağ olun. Çok sağ ol, teşekkür ederim. Allah onun məqamını cələ şansın məqamı ucadır. Mən də qardaşım 92-də şəhid oldu. Oğlumdan bir olacaq. Çox böyük dərddir. Allah heç kimə qismət eləməsin. Heç kimin başına gəlmir. Yine sağ olun ki yad eyleyin bize yattan çıkarın. Allah kanınıza razı olsun. Allah megamını çayırsın. Amin. Teşekkür ederim. Çok sağ ol. Hürmetli qonaqlar, əziz şəhid ataları, hürmetli şəhid anaları. Mən əvvəldən qarşınızdakı vaxtsaqqalınız qeyd elədi ki, qonaqlarımız var. Acəl Əkbər mənə deyir ki, Ağsaqqal, başqa bir yerdə də bizim ziyarətimiz olacaq. Ona görə də sizi tez salacağım yola. Və əvvələ təşəkkür edirəm, Şamaxı rayon Ağsaqqal olaraq. Hər birinizə təşəkkür edirəm ki, bugün burada iştirak elədiniz. Bizi fərəhləndirdiniz, bizi sevindirdiniz. Bilirsiniz, ziyaret eləşirsiniz, siz bir adam olsun, siz 1000 adam olsun. Amma nə qədər bu adamların çox olmasında, yaxşı olmasında, birliği olmasında, bunların da ruhu şad olur. Burada olan, burada bunlara ziyarete gelen insanların da kalbi biraz açılır. Ona göre de ilk sözü hürmetli Bayram Müəllim sizə verirəm. Çok sağ olun, güzel təqdimata göre doğrudan da çok düzgün vurguluyorsunuz ki şehitlerimizin ruhu ama bizim de öz kalbimiz sevinir. Ben doğrudan bir sevinç hissi duyuram ki bugün bu güzel şehitlerimizin valideynlerini gördüm. Yani kısmete bak. Allah rahmet eylesin cəm şehitlerimizi. Amin. Yani bir insanın simasında bütün bugün ne kadar bütün Azerbaycan şehitlerine dua okunur. Bu Evet, büyük evet, bir iştir. Eşk olsun her birinize. Hamı özünün öz hayat terzi var, yaşayışı var, herhangi bir işi var. Ama hamı öz işini koyup bugün buranı seçibsə, Evet. deməli bu günə alqışdır. Bu günə necə deyərlər, insanlıq orada baş qaldırıb. Eşk olsun her birinize. Teşekkür ederim. Sözünde bir kuvvet tuttum ben. Karşımdaki bu Ağsaqqal 6. ildir bu halkın döşündə. Eşk olsun size. Bir tarafı Sabirabad, bir tarafı Demirçi. Her bir şehit atasının anasının döşündə. İçerisindeyim. Bu şehitlerin kalbi. Ne kadar danışsam yorulmuram. Neye göre de? Hamısı bunların hesabına. Evet. Hamısı bunlara Allah Teala kadar imkan verip, o kadar Allah Teala bunlara kabul verip, o kadar Allah Teala bunlara hürmet verip ki, xalq da istəyir ki, bunların canını bunların yoluna koysun. Hürmetli bacımız, şehit anası, buyur. Yok, buyur, danıştınız. Danışın, buyurun. Allah Teşekkür ederim. Hürmetli Hörmətli ziyarətçilər, bu günləri hamı bilir ki, ərəbdən keçmə ziyarət sözü bizə görüş deməkdir. Yəni bu günləri şəhidlə görüş. Bəzi adamların, avam adamların nəzərində, yəni necə yəni dünyasını dəyişən adam necə görüş olar? Demək o Qurandan xəbərdardır. Allah bizə vurulur Bəqərə surəsində ki, şəhidlər ölmür, onlar diridirlər. Onların məqamını Allah dərəcəsində dəfələrlə deyilir burada, Hacılar vasitəsilə işmişdir. Deməli biz onlarla görüşürük, onların diri halda görüşürük. Əgər onların ruhuna biz and içirirsə, deməli onlar elə belə evdən çıxar deyir ki, məsələn, Allah Məhəmməd Ali, ölünün adam dilinə gətirər. Yəni həmin ruhlardır ki, bu günləri mən bir dəfələrlə demişəm vaxtlarla. Bu günləri həccə gedə bilmir, imkanı yoxdur, evi yoxdur. Gəlsin bir şəhidimizi ziyarət eləsin. Onun həccidir, Kərbəlasıdır. Yəni bu görüş, Allah bu görüşü təşkil edir. Qismətə bax ki, bu günləri bizim Azərbaycanın bir çox bölgələrindən bizim şairlərimiz var, yaşırlar. Mən də onda qeyd edim ki, Solmaz Şirvanlı onu bir ildir rəhmətə gedib, bizdən gözəl yazar idi xanım. Biz onu, mən Şirvanın səsiyəm, ədəbi məzmə o kəmin davamçısıyıq. Artıq antoloji kitablarımıza hazırdır. Bax, bu gördüyünüz bu şairlər Azərbaycanın bir çox bölgəsindən, Hazqabıldan, Məsəmdən, Azqabıldan, Mingəçevirdən, Kürdəmirdən, Bakıdan, yəni bir çox yerdən hamısı toplaşmış oldular İsmaildən. Bu günləri bizim ayrıca özümüzün tədbirimiz var idi. Amma belə plana saldıq ki, mütləq şəhidlərimizi ziyarət eləyək.
Çünki şəhid sənin evindən gedib, amma bizim eldən gedib. Şəhid hamımızındır. Elə belə təsadüf oldu ki, yəni burada görüşdük. Onsa biz həmişə gəlirik bura, tək də olsa görüşürük. Mən çox vaxt tək gələndə görürəm, məsələn, bu şəhid atalarına görürəm burada ki, onlar gəlib mütəmadi hər gün. Amma tək onları tək qoymaq olmaz. Onlar canlarını verdilər bu gün Azərbaycan ötürü. O bayraq ki, dalğalansın, o gün canların qanlarını verir ki, bu gün biz azad bu şair olaraq sərbəst şeir yazsınlar. İncəsənət adam var, hərə öz sahəsində inşallah. Mən şeirə deməyəcəm, ikimlər yeşinləşdirəm. 2 nəfər icazə verərsiniz, bir xanımlardan, bir də bəylərdən. Filoloqumuz var, tənqidçimiz var, gözəl insandır, Udurda yaşayır və bu gün şəhidlərimiz var da şeir deyəcək və Mira xanım da deməli Aslan Çalvurdandır. Mira xanım buyursun. İnşallah onlara söz verək. Mən bugün qəzəllər Qönçü Dərman müharibəsi şəhidimizdir. Ruhları qarşısında baş əyirik. Onların bu gün ruhları şaddır ki, bu gün Qarabağımız, Şuşamız azaddır. Onların istədikləri, amma alınmadığı o zaman dövlətçiliyimizin çətin bir vaxt idi. Onda alınmadığı, indi bu 44 gün müharibədə qələbəmiz çalındı. Hamısının ruhu şad olsun. Mənə elə gəlir ki, şəhidin anası da dünyasını dəyişib. O da yəqin ki, şəhidimizin yanında cənnətdədir. Ruhu şad olsun. Mən bugün burada bir şəhid anamız iştirak edir. 2-ci Qarabağ müharibəsi şəhidi. Mən anama üz tutub deyirəm ki, sil gözünün yaşını, sən şəhid anasısan. Vüqarlı tut başını, sən şəhid anasısan. Sən oğul böyütmüsən, igid, aslan ürəkli. Sən oğul böyütmüsən, yurda elə gərəkli. O igid vətən üçün qıydı şirin canına. Allah onu ucaltdı şəhidlik məqamına. O elə bir zirvə ki, heç çoxuna nəsib olmaz. Hamı ölər həyatda, təhcə şəhidlər ölməz. Sil gözünün yaşını, sən şəhid anasısan. Vüqarlı tut başını, sən şəhid anasısan. Çox sağ olun. Təşəkkür edirəm. Müəllim buyur. Hörmətli şəhid valideynləri, hörmətli ictimaiyyət üzvləri, hörmətli ziyarətçilər, hamınızı salamlayıram. Biz taliyin qisməti ilə uzaq bir məsafədən bura gəldik, ziyarətgaha. Allah şəhidlərimizə rəhmət eləsin. Onların biz ruhu qarşısında baş əyirik, valideynlərinin qarşısında biz baş əyirik. Onların itkisi bizim itkimizdir. Bizim də ciyərimiz yanır, bizim də ürəyimiz yanır, bizim övladlarımızdır, bizim balalarımızdır. Ancaq bizə təsəlli gətirən bir şey var. Onlar müqəddəs bir yolda, vətənin azadlığı yolunda qurban getdilər. Onlar əbədi yaşayacaqlar. Şəhidlər ölməz, vətən bölünməz. Mən bir neçə yazımı bir yaradıcı adam olaraq ürəyimdən keçən bir yazını sizə təqdim eləmək istəyirəm. Sən o gün şəhid ismi aldın adına qurban. Mənim qürurum, haqqım, ey fədakar əskərim. Qarşında təzim ilə durmaq zaman, qanınla qazanıldı axır bugün zəfərim. Alqış olsun ən böyük bu təltifə deyirəm. Alqış şəhidliyinə mən 1000 dəfə deyirəm. Səndəki cəsarəti görüb vətən sevindi, düzlər laf genişləndi, dağlar gəldi baş-başa, torpaq olmuş əcdadın ruhu yerlərə indi. Sən şəhidlər sərvəri, şəhidlə durdun qoşa, alqış olsun ən böyük bu təltifə deyirəm, alqış şəhidliyinə mən 1000 dəfə deyirəm. Sənə bu mərtəbəni böyük yaradan verdi, bu isməti bəyəndi, bu qeyrəti xoşladı, öydü babaların, saf südü anam verdi. Kim deyir ki, kamillik, igidlik də yaşladı. Alqış olsun ən böyük bu təltifə deyirəm. Alqış şəhidliyinə mən 1000 dəfə deyirəm. Köksün dəyən çiçəklər fərəhindən açılsın. Bu müqəddəs adınla vətənləşdi torpağım. Üstündəki hilalın nuru ərzə saçılsın. Qanından su içibdi, əsla enməz bayrağım. Alqış olsun ən böyük bu təltifə deyirəm. Alqış şəhidliyinə mən 1000 dəfə deyirəm. Bundan böyük təltif olur. Çox sağ olun. Təşəkkür edirəm. Bir daha baş əyirəm şəhidlərin ruhu qarşısında. Bu günləri mən bir həm qazinin həyat yoldaşı olaraq, həm də şəhidlər üçün yazarım. Onlar üçün həm şəhid məqalələri, həm şeirlərini yazıram. Yəni mənim burada özümü reklam eləmirəm. Məsələn, buyurun, buyurun. Əlişmə Məmdani Allah Taala tərəfindən bu gün mən gəlib yenə bura çıxmışam. Mən həmişə mən o şəhidlərin məzarlığına görəndə deyirəm ki, ey müqəddəs qullar, məni görəsən daha hansı yerlərə aparacaqsınız? Bu gün biz tədbirimizə gəlirsən, bu gün 94-cü ilin şəhidin zamanı olmur. Şəhid həmişə təzə. 94-cü ilin şəhidini, qardaşı, yoldaşı, bacıları bu gün yad edilirsə mən sevinirəm.
Mən hansısa bir şəhid ailələrində gedib ataların, analar görəndə onları nadir tapıntı kimi qiymətləndirirəm. Var olsun bacılar, Çox sağ olun. var olsun qardaşlar, var olsun millətimiz Azərbaycanımız ki, bizim şəhidlərimizin hər birini unudulmurlar. Orada bayaq bir qardaşımız dedi ki, mənim oğlum da qardaşım da şəhiddir qardaş. Mən çox evlərdə oluram. Adətən görürəm ki, bir ailə min olur. Çoxdur siz kimi ailələr. Allah sizə səbr versin hər Çox sağ olun. Çox sağ olun xanım. Təşəkkür edirəm. Deməli bir bayatı var, bir təşkil bayatı. Deyirəm ki, əzizim sinə dəftər. Bir sinə əminə dəftər. Şəhid olan sizə olur, mən olduğum sizə dəftər. Çox sağ ol. Təşəkkür edirəm. Buyurun bacı. Hər bir tədbir iştirakçılarını salamlayıram. Mən də Lahıcdan gəlmişəm. Aha. Lahıcda belə bir milli bir andımız var idi da. Lahıc dilində deyirdilər şəhid ona bax bu sayən. Şəhidlərin qanına and içirdilər o zaman. Bəli, mən də bir şairə olaraq şəhidlərimiz üçün bir şey yazmışam, onu səsləndirərdim. Döndərib bir içim suya ömrünü, verər ana yurda qurban şəhidim. Qalar ürəyində eşqi, arzusu, vətən həsrəti ilə yanan şəhidim. Gah donub buz bağlar, gah da alışar, düşmən gözlərində kabusa oxşar, vətən torpağına qanı qarışar, gəncliyi daşlarda yonan şəhidim. Mərd olub düz baxar xain gözünə, gedər gəlməz yolun düşər izinə, atanın, ananın dərd əvəzinə, özünü bəxtəvər sanan şəhidim. Dözməyib and içər ana torpağa, edər el yolunda canın sadağa, düşər cəsarəti dilə, dodağa, müqəddəs andında cahan şəhidim. Ümidlə yollara baxar anası, bağlı xonçalarda qalar xınası, ağlar, ağlar söz verdiyi dilbər sonası, sevdası gözlərdə donan şəhidim. Çox sağ olun. Çox sağ olun. O gəldiyiniz yerdə bizdən salam apararsan, Şamaxlı salam apararsan Lahaca. Təşəkkür edirəm. Çox sağ olun. Hörmətli İmran müəllim. Gəlmirsən, elə bu tədqiqatçıları buraxmıram. Buyurun, şəhid atası. Buyur. Mən də hər birinizi salamlayıram. Hər birinizə can sağlığı arzulayıram. Bugünkü gündə bizim qəhrəman şəhidimiz Vidadi qardaşımızın tədbiridir. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin. Amin. Yaxınlarına, valideynləri dünyasını dəyişən şəhid qardaşlarımızın valideynlərinin yerini cənnət eləsin. Yaxınlarına Allahdan səbir, gözüm diləyirəm. Çox sağ olun ki, hər an, hər zaman biz bu qəhrəman şəhidlərimizi dəyərli qardaşlarla, dəyərli şəhid-sevər insanlarla yad edirik. Mən də bir şəhid atası olaraq hər birinizə öz minnətdarlığımı bildirirəm, öz adımdan, mənim dərd ortaqlarım adından, şəhid valideynlər adından və qardaşımın yaxınlarına bir daha başsağlığı verirəm. Dəyərli şəhidimin yeri cənnət olsun. Amin. Onların hər biri bizim baş tacımızı, qürur yerimizi, düzdür. Bu qardaşlarımız o vaxtda ölkənin sən deyən təzə bərpa olunan vaxt idi, yeni qurulmuş ölkə idi. Şükür Allaha ki, 44 günlük müharibədə, antiterror müharibəsindən sonra bu igidlərin, yarımçıq qalan arzuların bizim evlatlarımız həyata keçirdilər. Hər birinizin yeri cənnət olsun. Bütün şəhidlərim mənim baş tacımdır, qarşılarında baş yerim şəhid atası olaraq. Hər biriniz sağ olun. Allah razı olsun. Allah razı olsun. Çox sağ ol. Təşəkkür edirəm. Qeyd eləmişəm, yenə də qeyd edirəm. Sizin hər birinizə təşəkkür edirəm. Şamaxı rayon icra hakimiyyətinin adından, Şamaxı rayon ağsaqqalları, veteranları, ziyalıları, şəhid ataları adından, Allah'a sizə təşəkkür edirəm. Gəldiniz, bu gözəl məkanımızı şərəfətləndirdiniz. Hər biriniz, hər hansı bir təşkilatdansızsa, hər hansı bir müəssisədənsinizsə, hər hansı bir bölgədənsə, Şamaxı rayonunun, ağsaqqalının salamını çatdırasınız olaraq. Danışmağa ehtiyac yoxdur ki sizdən. Sizin söhbətinizi qutarıram. Hörmətli Ələkbər müəllim, buyur. Yekun sözü. Çox təşəkkür edirəm Ağsaqqal sizə, Azımı sizə və bütün şəhid anaları, şəhid ataları, hər kim üçün burada var. Ümumiyyətlə bütün vətənpərvər hər bir insanın qarşısında mən baş əyirəm. Eləcə də bu şəhidlərimiz, yəni biz bilirik ki, şəhidin məqamı nədirdir, yəni özümüzə görə, Quranın sözünə görə. Ona görə biz heç vaxt bu məkanı əl seçmərik. Çünki hər nə itirsoy buradan tapırıq. Biz çox üzr istəyirəm, bizim əsas bugün kitab təqdimatımızdır. Bütün rayonun başqa yerlərdən, başqa bölgələrdən, uzaqlardan insanlar var bura.
yaxşı oldu ki, bu günləri həm də şəhidlərin, onsuz da bir şəhidlərimizi ziyarət edirik. Hər bu günə qrup gələndə gəlib şəhidlərimizi ziyarət edirik. Nə yaxşı ki, iki tədbir bir yerdə, bu laf gözəl oldu. Bəli. Allah şəhidlərimizə rəhmət eləsin. Biz inşallah gedib dahi sabirimizi ziyarət edəcəyik və Seyid-Əzimizi və sair yerlərimizi ziyarət edəcəyik və bu gün dahilər yurduna gedirəm, tələsirəm deyən o evindən çıxan hər bir kəs, onlara mən təşəkkür edirəm ki, bu zəhmətə qatlaşıb, doğrudan bu sabir. Bu günləri baxıb görürsünüz ki, Bakıdan gələndə Şamaxının girəcəyində bir dənə simvol, lələk və mürəkkəb baba. Bu nə deməkdir? Yəni hər gələn qonaqlar, siz artıq dahilər yurdu, sabirlər yurdu, nəsiblər yurduna qədəm qoydunuz. Allah Mehriban xanımı da biz çox təşəkkür edirik ki, yəni bu belə çox böyük gözəl işlər gedir. Bizim Şirvan yazarlarımızı bütün dünya əlbəttə tanıyır. Bu şöhrətin biraz üstünə şöhrət gətirməkdən ötürü bizim bu qardaş bacılar hər yerdən ki var. Onlar gözəl qələmləri var. Allah qələmimizə qüvvət versin. Allah təbrizə qüvvət versin inşallah. Allah şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Mən çox uzun istəyirəm icazənizlə. Təşəkkür edirəm. Hörmətli Ali Başkomandan İlham Əliyev cənablarına, hər birinizin adından təşəkkür edirəm. Allah təala onu bu ölkənin, bu millətin üstünə nəsq eləməsin. Allah Mehriban xanımı şinavand eləsin. Allah bütün Azərbaycan xalqını xoşbəxt eləsin. Mən Azərbaycan deyəndə bütün bölgələr gedir olsun. Allah Şamaxı cəmaatını xoşbəxt eləsin. Çox sağ olun. Hörmətli cəmaat, hörmətli qonaqlar. Hacı Mərhəmət Şamaxının Naxurna adımdan sizə hər birinizə təşəkkür edirəm. Hər birinizə Hacı Mərhəmətin təşəkkürünü çatdırın bölgədə. Sağ olun, sizə icazə verin. Sağ olun. Sağ olun. Bu tədbirdə, bu gözəl məkanda, bu gözəl gündə hər birimiz iştirak edirik. Hər birimiz olduq. Hər birimiz bundan ləzzət aldıq. Hər birimizin gözəlliyi, imkanı, xoşbəxtliyi bax buradır. Bax bu bağlarımızdır. Allah Teala bu bağlarımızın yerini cənnət eləsin. Allah Teala bütün şəhidlərimizin atasının, anasının qalan bağlarını salamat eləsin ya Rəbbim Rəsulullah. İşləri avan da olsun. Çörəkləri bol olsun, başları həmişə olsun. Hörmətli Hacı Mərhəmət, bir neçə kəlmədən başlayalım, onu yetirləsin. Allahümme sallallahu الصلاة والسلام على سيدنا ونبينا وسيد قلوبنا وشفيع ذنوبنا أما القاسم محمد صلى الله عليه وآله وسلم. أما بعد فلا تحسبن الذين قتلوا في سبيل الله بل أحياء عند ربهم يرزقون. Allah Teala Celle Celal'ın birliğine ve büyüklüğüne sonsuz şükürler olsun. Peygamber Efendimiz'in üzerine Allah Teala Celle Celal'ın salatı ve şükürler olsun. Allah azim şanın aklına kuvveti bereketi. Peygamber Efendimiz'in şefaati bizim bu mübarek şehit bağlarımızın üzerine olsun inşallah. Amin. Allah Teala Celle Celal bu yolda Allah rızası için hakiki gayret gösterir. Çaba eden insanlara yer ve yardımcı olsun. Allah azim şan öz böyüklüğü ve birliği hatırına bu galibani sözsüz ki mübarek Kur'an-ı Azim'in şanında Allah Teala Celle Celal'ın emrelediği ki la galibe illallah, galebe Allah'tandır. Ama bu galebeye rehberlik eden Müzeffer Ali Başkomandan var. Kurban verdi ve bir şey diyeyim ki bizim hürmetli Rıza kardeşimiz necə oldu? O da dedi. Ben size bir şey diyeyim ki ta Bine qədimdən oğullar düşmən çəpəridir. O Allah'ın böyünə şükür eləmək lazımdır ki bir millət olaraq düşmənin önündə siper verə biləcək, oğlunu siper verə biləcək bir millətə biz qayıdıq. Allah Rıza müəllim sizdən razı olsun. Ümran qardaş sizdən razı olsun. Bütün şəhid var. Bizim hörmətli və dəyərli Məhrəm qardaşı şəhiddir. Və bu millətin üstündə bu insanların haqqı var. Allah katında. Və burada bağları Aksaqqal dedi, Allah ömür versin. Allah amin Allah köməyi olsun. İmanın kamil eləsin. Neçə bu kişi heç bir təmənnə güdmədən bizi ilə çiyin bu yolda gedir. Allah razı olsun. Heç bir təmənnə güdmür. Amma ən əsası odur ki ölkənin başçısı şəhidə dəyər verir. Allah dəyərin verib şəhidin. İslam dini dəyərin verib amma ölkənin başçısı da şəhidin dəyərini o qədər uca elədi ki, dünyanın heç bir yerində analoğu olmayacaq səviyyədə şəhidin portretini başının üstünə qaldırıb Bakı şəhərinin içərisində cənab prezident gəzdi və bu bizim hər birimiz üçün
bir mesajdır və Allah bizi inşallah ki, haqqı ilə şəhidin değerin bilen bir millət qərar versin. Reklam xatirinə yox. Burada ben 5 yıl yarımdır, 4 yıl yarımdır bu işin içindeyim. Onsuz da 90. ildən bu işin içindeyim. Ancaq bu 4 yıl yarımda bu işin tam içindeyim. Hər bir şəhid valideynli səviyyədə kədərlənib sevinclənmişəm və bilirəm kimin nəyə qadir olduğum çox gözəldir. Allah razı olsun. Amma burada bu şəhədə xatir, bu cəmaata xatir. Çox sözlər danışmıram, ehtiyac yox. Allah rızası üçün baba bu 100 dəfə demişəm. Sıralı bir vətəndaş ola bilsin ki, bir nankörlük elə. Baba sizlər ki var, şəhidin valideynlər. Bu dövlət, bu bayraq, bu torpaq sizin balalarınızın əmanətidir. Bizə. Ona görə də bu dövlətin, bu bayrağın, bu millətin ən birinci təəssüfkeşi qoruyucu sizlər. Çok adam var. Adamıdır ki, bu insanlar hamısı bunlar Allah adamıdır. Onlar ziyaretgahdır. Ben demişim bunlara. Ben hala bu yok ki, 10 bu kadar adam olanda demişim ki, ben Şükrət baba gidəndə Qurbangahdan dizli sürürəm Şükrət babanın qarşısına qədər. Bax, o pləkandan bir sürünməli axıra qədər. O pləkanın axıra qədər. Çünki bura elə belə yerdir. Bura müqəddəs, bura övliya, bura ziyaretgah yeridir. Bilin bunu kardeşler, bilmək lazımdır. Allah sen razı olsun. Hürmetli cemaat, aziz bazılar kardeşler. Bu günləri Qıdadı balamızın anım gününü keçirdik. Sizin iştirakınızla Allah Teala göydən də bir dəstək qonaqlarını sağlayın. Bu da bir qismətdir. Əlbəttə vallahi nə məktub yazmamışım, dedim də mən. Nə çağırmamışım, nə kimi. Allah onları attı göydən çıxartdı. Gelin siz də bu günləri bu Şamaxı Şəhidlər Xiyabanında siz də bu Qıdadının anım günündə iştirak edin. Elədilər də. Hər birinizə təşəkkür edirəm. Hər birinizə razılıq edirəm. Hörmətli komandir, bir neçə kəlmə yekunlaşdırıram. Gəlib çıxmışam. Amin salam deyirəm. Aleykümselam. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Allah şəhid atalarına, şəhid analarına səbir versin. Amin. Allah rəhmət eləsin qardaşımıza. Teşekkür ederim. Çok sağ olun. Görürsün bugün Azerbaycan necə xoşbəxtdir. Azerbaycan necə gözəldir. Azerbaycan bu günləri bütün gözətçisi, fərəhi, baxışı, onun istiqaməti hamısı Prezident İlham Əliyev cənablarının arkasındadır. İlham Əliyev cənablardan tüm şəhidlərimizdən arkasının xilaskarıdır. Allah Teala bütün bu bağlarımızı cənnətində eləsin. Mən dedim Allah Teala, mən nə olan şeydir bu, nədir bu, nə? Bax, həm bir şey demişəm bu sözü. 1941-45 Böyük Vətən müharibəsində 15 Respublikanın özündə birləşdirin SSR-in 5 ilə qazandı. Qələbəli, bu qələbə keçirildi, 80 illik. Amma 30 illik işğal altında olan torpağı, yağı düşman, bəsi düşman, Allahsız düşman olan elinden 44 günü torpaq alırsan, bu bana bir şey deyil, hörmətli cemaat. Əziz qardaşlar, əziz bacılar, əziz Azərbaycan xalqı, hörmətli Şamaxının axındı, əziz Şamaxının ağsaqqalı, hörmətli şəhid ataları. Bu elə belə şey deyil. And olsun Allah'a, mən dedi Ceyhun müəllim, mən təkim idim bu uşaqlar müharibə vaxtı çağırışa gedəndə, könüllülər. Ağuşçadan, avtobusun Ağuşçasından girdi uşaqlar içəri, qapıdan yeri yox idi. Allah'a and olsun. O kadar Allah Teala bunların gönlüne merhamet, insaf, feraset salmış ki torpak alınmalıdır. Alını da Allah'a şükür. Hacının dediği gibi Hacı merhametin başımız olduğunca başına dönün bu bağlarımızın. Bunların sayesinde. Hiç kim loğlana bilmez. Hiç kim bu günler döşümde ben and olsun Allah'a. Bugün kim neyse babalan sarsılıyor. Hürmetli Prezidentimiz İlham Əliyev babalan sarsılıyor. Baktı yanmır. Görürsün bak atasında il dönümünde. Yine de Qarabağ'daydı. Bütün tədbirlərdə, yenə də Qarabağdadır, Azərbaycandadır, oradasınız, buradasınız, xaricə. Hamısın bu işləri görün hörmətli Prezidentimiz, Ali Başkomandanımız İlham Əliyev cənablardır, Mehriban xanımdır. Bütün bu işlərin görən bapalar. Hamımız bunların sayəsində kişiləşirik bu günləri. Hamımız bunların sayəsində diyor ki, Azərbaycan yox. Allah Teala bunları cənnətində eləsin. Allah bunların atalarının, analarının həmişəki duandır. Qalan bağlarını İşlerine band eləsin, gözlerine çırak olsun, onları xeyrin görsünler. Ya Rabbim ya Resulallah. Çok sağ olun, sizden bir xaşım var, aksakallı xaşım var.
Kubat kişi sırfı hazırlığı böyüdə. Buradan çıxanda mən özümə gedəcəyəm. Gedirik ora, bir işlem çarçırıq, sonra ne lazımsa eləyib, qayıdıb bu tərəfdən gəlib ki, qoy. Burada olduğu kimi, orada bu kişinin gölləri rahat olsun, şərəfli olsun. Çok sağ olun, hər birinə təşəkkür ederim. Ben Allah rahmet eylesin.